Salam, axşamınız xeyir olsun. Bugünləri sizlərlə növbəti efirdə qarşı-qarşıyayıq. Bizə buyurub bütün psixoloji suallarınızı verə bilərsiniz. Biz də sizin suallarınızı cavablayaq. Belə. Sizlər sual verənə qədər burada hazır sual veriblər. Onları da cavablamaq istəyirəm. Yenə həmişə kimi. Dəqiqə. Belə, başlayaq. Deyir, hamıya kömək edirəm, amma deyir, özümə deyir, sıra gələndə deyir, dayanıb qalıram. İnsan deyir, niyə görə öz deyir, ehtiyacını sonra saxlayır. Hamıya kömək eləməyə çalışmaq əslində bir yerdə boğazım tutulayım. Bir yerdə əslində sənin özünün köməyə ehtiyacın var deməkdir. Yəni belə deyildim. Həmişə deyirəm, yardımsevər insanların əslində özünün daha çox yardıma ehtiyacı var. Çünki bir yerdə özünə harda necə yardıma ehtiyacı var anlamır. Və qarşı tərəfi duyğu olaraq rahatladandan sonra başlayır özündə də rahatçılıq əldə eləməyə. Bu baxımdan da yəni sizin də özünüz yəqin ki sonra saxlamağa ehtiyacınız oradan da qaynaqlanmış ola bilər və yaxud da ki bir çox səbəb ola bilər. Məsəl üçün əgər sən özünü üstün tutduğuna görə sən egoistsən deyərək səni damğalayıblarsa, bu baxımdan da o səbəb də ola bilər. Deyir, məni anlayan insan azdır deyə susuram. Susmaq deyir, insan nədən qoruya bilər? Sizcə belə insanlardan qoruna bilərəm. Səni anlayan insanlar azdırsa, yəni sən də səni anlayan insanların yanında özünü ifadə eləməlisin. Yəni digər tərəfdən səni anlamayan insanlardan hansı zərbəni alırdınsa, susmaqla nə cür qoruna bilərsən bilmirəm. Amma istənilən halda bir yerdə sinir sistemini yormamaq üçün yaxşı bir seçimdir. Salam, Məryəmova, xoş gəlmisiniz. Deyir, keçmiş qərarlarımı dəyişə bilmirəm. Peşmanlıq insanın bu gününü niyə görə zəhərləmiş ola bilər? Keçmiş qərarlarınızı dəyişə bilmirsinizsə, peşmançılığınızı dəyişin. Yəni, keçmişdə aldığınız mənfi, peşman olduğunuz duyğunu keçmişin təcrübəsi olaraq qəbullanın və özünüzdəki olan peşmançılıqdan qurtulsanız, yəni, bugünkü günə qədər o keçmişi daşımayacaqsınız. Salam, xoş gəlmisiniz sizdən. Deyir, güclü dururam, amma içimdə daim gərginliyi var. Gərginliyi deyir, nə vaxt deyir, insanın xarakterinə çevrilir, yoxsa xarakter deyil. Gərginliyi xarakter deyil. Yəni, gərginliyi bir yerdən sonra sizə yüklənmiş travmatik reaksiyadır ki, həmin o sizə yüklənmiş anına qayıdıb baxmaq lazımdır ki, nə yaşamısınız ki, gərilmişsiniz və o gərginliyi aradan qaldırandan sonra həmin o xarakter adlandırdığınız duyğu keçib edəcək. Yəni, o baxımdan, yəni duyğunuzu müşahidə edin. Deyir, mən panik atak keçirdikdən desin, artı var, hə? İnsanlar tərəfindən deyir, seviləndə şübhələnirəm. İnsan deyir, niyə görə münasibətdə etibar etmir? İnsan münasibətdə etibar etmir, çünki insanlar tərəfindən sevilməkdən mən o vaxt şübhələnərəm ki, uşaqlıqda valideynlərim və yaxud da hər hansı yaxın bir adam əgər mənə sevdiyini bildirdiyi halda əgər hər hansı bir zərbə vurubsa, bir yerdən sonra sevginiz sizə şübhə kimi, güvənsizlik kimi, yəni möhürləyə bilərlər şüur altınıza. Bu baxımdan da yəni sevgi görəndə şübhələnməyinizin səbəbi yenidən ağrı yaşayaram duyğusu da ola bilər. Və yaxud da ki, tamam əksi bir şey ola bilər ki, yəni sən özünə layiq görmürsənsə, məni niyə sevirlər deyərək şübhələnə də bilərsən. Deyir, pis, indi şükür düzəlmişəm, qorxuram yenə qaydar. Qorxmayın da onda. Qorxsaz qaydacaq. Deyir, illərlə deyir, səbr eləmişəm. Səbir deyir, nə vaxt deyir, bar verən ağac olur.
Baxır nəyə səbr eləyirsən də, yəni istənilən halda belə deyək də, yəni yanlış bir şeyə səbr eləyirsənsə, məsəl üçün ağrılı günə sənə şiddət göstərən bir insana səbr eləməklə sən nə bar görə bilərsən ki, dən gedir söhbət. Və bu baxımdan da yəni sizi tanımıram və nə hansı situasiyaya uyğun, mövzuya uyğun bir sual da verirsiniz bilmirəm. Amma baxır nəyə səbr eləyirsiniz də. Hər şey deyir yerindədir, amma deyir içində narahatçılıq var. Səbəbi bilinməyən ağırlıq deyir, hardan gəlir? Hər şey yerində olsa da sən bir yerdə nəyin doğru, nəyin yanlış olduğunu tam ayırd edə bilmirsən. Yəni səni nə incidir, nə səni xoşbəxt edir, anlamırsan. Və bu baxımdan da duyğularınızı müşahidə etmək üçün həmin narahatlıq halına baxın. Nə yaşadınız ki, yaşantınızdan sonra gərginliyiniz, narahatçılığınız artdı. Və bunu müşahidə edəndən sonra əslində səbəbinin olduğunu, amma sadəcə səbəbin sizin fərqinə varmadığınızı anlayacaqsınız. Və təkcə səbəbi anlamaqla kifayətlənmək yerinə ancaq problemi aradan qaldırandan sonra yəni uzun ömürlü bir dəfəlik rahatçılıqla yaşayacaqsınız. Artıq deyir, heç nə məni təəccübləndirmir. Hisslərimin sönməyi deyir, nədən ola bilər? Hisslərin sönməyi əslində bir yerdə həmin o hissi çox aşırı yüksək dozda yaşadığına görə beyin özünü yandırmamaq üçün qoruma mexanizmini aktivləşdirilmiş ola bilər. Bu baxımdan da yəni o duyğuya baxmaq lazımdır ki, hansı duyğunuz, yəni reptil beynin verdiyi reaksiyadır ki, reptil beyin həyəcan sırasında, gərginlik sırasında 3 reaksiya verir. Ya özünü ölülüyə qoyur, özünü donmaq reaksiyasını aktivləşdirir, ya qaçış döyüş modunu aktivləşdirir və sizdəki modda əslində özünü ölülüyə vurmaq və özünü dondurmuş kimi hissə qədər gətirib satmaqdır və ona görə qayıdıb baxmalısınız ki, sizi nə narahat edirsə, onu müşahidə edin. Daim deyir, özümü daha yaxşı görmək istəyirəm, yaxşı insana çevirmək istəyirəm, amma eləyə bilmirəm. Daim özünü yaxşı insan kimi görmə ehtiyacı səndə niyə var? O yaxşı insan olmağı nəyə, kimə sübut eləməyə çalışırsan və yaxud da ki, sənə görə yaxşı olmaq nədir? Aha, özü yazıb, salam Canan bəy. Əvvələ baxmış, son zamanlar özümə az da olsa dəyər verirəm, yəni içimdən elə gəlir. Və sualınız nədir? Deyir, həyatdan izolasiya olmaq istəyi hardan gəlir? Həyatı qəbullamamaqdan, yaşadığın duyğunu qəbullamamaqdan. Deyir, həyatım pis getmir, amma deyir, içimdə deyir, sevinç yoxdur. İnsan deyir, nə vaxt deyir, normal həyatın içində itib gedir. İnsan normal həyatın içində əslində itib getmir. İstənilən halda bir yerdə sən normal deyərək özünü aldadırsan və yaxud da prosesi başa düşmürsən ki, səni yəni anormal olan vəziyyət nədir? O baxımdan da müşahidə edin də. Deyir, keçmişdə çox sustum, indi deyir, danışmaq çox çətindir. Susmaq insanın deyir, səsini harda öldürür. Susmaq insanın səsini öldürür deyəndə ki, istənilən halda sən keçmişdə susmamısan, susturulmusan və susmağa məcbur olmusan. Ya qorxudan, ya hər hansısa pis bir şey baş verər deyə düşüncədən və bu baxımdan da yəni qayıdıb baxmalısan. Sən əslində susmuşam deyirsən, əslində danışmaq istəyirsən orada. Sadəcə olaraq fikrinizi qəbullanmazlar və yaxud da hər hansısa mənfi bir şey yaşayarsınız deyə yəni qorxursunuz. Deyir, yəni mən normalda bunu bacarmırdım, özümdən başqa hamını fikirləşirdim, indi ağlım başıma gəlir. Super, yəni nə deyim sizə, çünki sizi müşahidə eləməmişəm tam dərindən deyə, tam nədən nə yaşamısınız, nə eləmişsiniz bilmirəm, amma yenə də bu sizi narahat eləməli bir şey olmalı deyil, yəni pis bir şey deyil axı. Deyir, gələcəyi düşünəndə ürəyim sıxılır, gələcək niyə görə ümid kimi yox, qorxu kimi gəlir. Gələcəyi düşünəndə ürəyə sıxılmaq keçmişdən qaynaqlanan duyğudur. Yəni istənilən halda keçmişdə hansı qorxu yaşamısansa, yəni gələcəkdə də onun təkrarlanmasından qorxursunuz. Bu baxımdan da yəni siz nə yaşamaqdan qorxursunuz?
Deyir, məni sevən insanlar da var, amma mən özümü uzağam. Özümü sevmirəm sanki. Sizcə mən nəyi düz etmirəm? Özünüzü sevməməyə elə. Amma özünüzdə nəyi sevmirsinizsə, özünüzü niyə sevmirsinizsə, qayıdıb buna baxmalısınız. Yəni istənilən halda, yəni bütün insanlar özlərini əslində sevirlər. Yəni tutulub o uşağı sən dindirsən, o özünü o qədər sevir, özünə dəyər verir ki, uşaqların bir vərdişləri var ki, güzgüyə baxıb özlərini öpürlər, nə bilim, telefondakı şəkillərini öpürlər. Yəni bu da uşaqların əslində özlərini nə dərəcədə sevdiyinin, yəni açıq-aşkar göstəricisidir. Bu baxımdan da yəni müəyyən bir vaxtlardan sonra, travmalardan sonra həmin o uşağa o qədər yəni mənfi travma yaşadırlar ki, uşağı özünü sevməyini unudur. O baxımdan yəni hər kəsin içərisində daxilində ümid və sevgi, xoşbəxtliyi var. Sadəcə olaraq yəni onu qayıdıb sizə xatırlatmaq lazımdır. Sanki dəli olacağam, hər şey qəribə gəlir. Elə bilirəm bir də heç yaxşı olmayacaq, müsbət düşünə bilmirəm. Mənfi duyğulardan qurtulun. Yəni sizi həmin o dəli olacağam, dəli olmaqdan niyə qorxursunuz ki? Dəli olmağı niyə görə qorxu kimi görürsünüz? O duyğudan sağolmalısınız. Yəni dəli olmaq qorxulu bir şey deyil axı. Çünki dəli olmağın əslində pis bir şey olmadığının fərqindəliyini yaşasaq əslində yəni problem də olmayacaq. Çünki eyni olmaqdansa yəni fərqlənmək daha çox yaxşıdır mənə görə. Çox gözəl danışırsınız. Təşəkkürlər. Deyir, uğursuzluqdan yox, ümumiyyətlə deyir, iz qoymamaqdan qorxuram. Görünməməyi deyir, niyə bu qədər məni narahat eləyir. Ümumiyyətlə iz qoymamaq əslində bir yerdə, yəni görülməmək yenə də dediyiniz kimi görünməmək deyirsin, nəyə görə bu qədər ağır olur. Ola bilər ki, istənilən halda uğursuzluq yox, qazandığın uğurunla dəyərləndirilməmisən. Uşaqlıqda ən azından uşaqlarda olur ki, məktəbdən yaxşı, əla qiymət alanda valideynlərinə göstərilir və valideynlər uşaqlarına məhəl qoymayanda uşaqların ümidini sındırırlar və bu baxımdan da uşaq dəyərləndirilmədiyinə görə görünməzlik rolunu başlayır özünə kopyalayıb götürməyə. Bu baxımdan da yəni qayıdıb o duyğunu özünüzdən müşahidə etməlisiniz ki, sizin uşaqlığınızda nə baş verib, sonra baxmalıyıq və ondan sonra yəni özünüzü görməyə başlayacaqsınız. Həyatımda çox şey dəyişildi, amma deyir, içim dəyişmədi. İnsanlar illər keçsə belə niyə də hələ eyni ağrıda qalır? İllər keçsə də eyni ağrıda qalmaq, o bir söz var, deyir, insanlar deyir, hər gün deyir, bayıra eyni paltarla çıxmaqdan utanırlar, amma eyni fikirlə, eyni mənfi travma ilə, duyğu ilə, pisliklə, pis fikirlə çıxmaqdan utanmırlar. Bu baxımdan da yəni istənilən halda qayıdıb baxmalısın, illər dəyişsə də, keçmiş dəyişsə də, yəni keçmiş bugünkü günə gəlib çıxsa da, sən əslində keçmişi xatırlayaraq, keçmişi xatırlamırsan, keçmişdə yaşadığın duyğunu xatırlayırsan və bu baxımdan da yəni qayıdıb baxmalısan ki, o duyğunu niyə görə buraxmırsınız? O duyğuda həmin hadisələrə nə ilişib qalmısınız? Onu müşahidə etməlisiniz. Deyir, gəncliyimdə çox susdum. İndi deyir, 41 yaşım var. Susmaq istəmirəm, artıq üsyan etmək istəyirəm. Əslində problem yoxdur burada. Yəni üsyan eləmək istəyirsənsə, üsyan eləmək əslində oyanmağa başlamaqdır. Yəni bu baxımdan da yəni başlaya bilərsiniz. Yəni aqressiya ilə yanaşmaq əslində bir yerdə yaşamağa başlamaqdır. Həyatı sorğulayaraq, özünü öyrənməyə başlayırsınızsa, yəni nə möhtəşəm, nə gözəl. Çünki istənilən halda sizin qeyd etdiyiniz yaş qrupundakı insanlarda, nəinki sizin yaş qrupunuzda, istəyir 50, 60, hətta bu dünyada onu anlamadan ötüb gedən, yəni ölüb gedən insanlar var. Deyir, özümə qarşı çox tələbkar yanaşıram. Bu səhv məndədir, yoxsa mənə öyrədilib? Nə öyrədilsə səhv olmayacaq bəyəm, anlamadım. Özümə qarşı çox tələbkar olmağın əslində bir yerdə özündən çox yüksək gözləntilərimin olmağıdır ki, yəni özündən gözləntin səndə niyə var? Yəni nə gözləyirsən özünə niyə görə çox, belə deyim də, çox şiddətlə yanaşırsan? Hər kəsi dinləyirəm və anlayıram, amma məni anlayan insan yoxdur. Anlayan olmaq üçün niyə bu qədər tək qalıram? Anlamadım. Anlayan olmaq üçün niyə bu qədər tək qalıram, nə deməkdir? Deyir, gələcəyim var deyirlər, amma mən boşluq görürəm. Gələcək hər kəs üçün ümid deməkdirmi?
Gələcək hər kəs üçün o vaxt ümidi olur ki, sən əslində öz keçmişindən indiki anından əgər çox arxayınsansa, özünə güvənirsənsə, yəni gələcəyə aid bir narahatçılığın qalmır. O deyir, isti çaydan ağzı yanan suyu üfləyə-üfləyə içər. Yəni istənilən halda gələcəyə olan narahatçılıq, ümidsizlik, qorxular, narahatlıqlar keçmişdən qaynaqlanır. Ona görə isti suyu içəndə ağzının yanmağından o travmadan sağalmalısan. Yəni daha diqqətli olmalısın. Deyir, ömrüm işləməklə keçib. İnsan deyir, öz ömrünü niyə görə heyif puç eləyər axı? Buna görə çox peşmanam və özümü qınayıram. Aha. Özünüzü qınadıqca bir xəbər deyim sizə ki, özünüzü qınadıqca daha da etdiyiniz səhvləri daha da dərin eləyəcəksiniz. Yəni problem gördüyünüz şey daha da dərinləşəcək. Bu baxımdan yəni problemi anadan qalxması üçün özünüzü qınamağı da buraxmalısınız. Həyat sürətlə keçir gedir. Mən isə heç bir addım atmamışam hələ. 26 yaşım var. Özümü geridə qalmış kimi hiss edirəm. Bu hiss deyir insanda niyə yaranır? Sənə yüklənmiş standartlardan qaynaqlanır o. Yəni bir yerə qədər əgər sən bu yaşa qədər bu uğur qazanmalıydın, nə bilim evlənməliydin, nə bilim uşaq sahibi olmalıydın, nə bilim falan diplomun olmalıdır, falan işin olmalıdır kimi sənə standartlar qoyaraq sənə gözləntilər yükləyiblərsə və sən o gözləntilərin məsuliyyətindən qorxaraq böyümüsənsə, bu baxımdan da yəni bir yerdə o standartı yerinə yetirmədiyinə görə özünü qınayırsan. Amma qayıdıb baxmalısan ki, yəni nəyə görə, kimə görə qınayırsansa onlardan qaldırmalısan. Çünki sən öz həyatı və özün müəyyənləşdirməlisən, öz planları və özün cızmalısan və bu baxımdan da yəni özünüz sağlam azad iradəndən irəli gedə bilərsən. Yəni ona görə özünüzü qınamağı dayandırmalısınız. Yəni geridə qalmışdıq hissi belə bir yerdə özünüzü qınamağınız və keçmişdə özünüzə yazıqlığınızdır. Deyir, hər şeyə dözə-dözə gücləndim, amma deyir, niyəsə içimdə deyir, sevinc yerinə yorğunluq yığılıb. Hər şeyə dözə-dözə güclənmək əslində güclənmək deyil. Yəni istənilən halda bir yerdə, yəni ağrıya qarşı sırtıqlaşmaq desəm biraz kobud səslənəcək, amma digər tərəfdən aşağı-yuxarı ona bənzər bir haldır və belə deyək də, sən qumun üstündə çox gəzsən, əlbəttə ki, ayaqlarının altı çox bağlayacaq, qabar bağlayacaq və bu baxımdan sənin ayağının gücləndiyi yox, əksinə daha da çox qabıq bağladığına travmanın, yaranın dərinləşdiyini göstərir. Və bu baxımdan da yəni yorğunluğun yığılmağı da bir yerdən istənilən halda sağlam bir şey deyil də. Yəni normaldır. Amma normalın burada öz anormal olduğuna görə qayıdıb siz yəni niyə görə dözmüsünüz və niyə görə onu gücləndim deyərək özünüzü aldadırsınızsa, qayıdıb ona baxmalısınız. Çünki sən problemi o zaman özündə güclənmiş kimi görə bilərsən ki, sən o problemin içərisindən sağlam şəkildə çıxıb onu arxada qoymusansa. Çünki bir yerdə siz əslində travmanızdan fəxr edirsiniz ki, mən dözə-dözə gücləndim. O travmanızdan fəxr elədikcə, yəni ona görə də hər dəfə ağrımağınız yəni ortaya çıxacaq. Deyir, kimsə məni tərifləyəndə utanıram, öz dəyərimə inanmıram. Keçən səfər anam məni təriflədi, anama bir qəribə baxdım, qışqırdım üstünə. Əslində anan səni tərifləyəndə utanmağının səbəbi elə travmanı sənə anan da vermiş ola bilər, amma ki, istənilən halda sizi nə vaxtsa utandıraraq tərifləyiblər. Bu baxımdan da yəni o qayıdıb o duyğudan sağalmalısınız. Yəni tərif əslində, dəyər, sevgi əslində ağrılı və utandırıcı olmalı deyil. Onlayn seanslarınız var, qiymətlər neçədir? Onlayn seanslarımız bəli var, qiymətlər ancaq konsultasiyada danışırıq. Problemin dərinliyinə görə qiymətlər dəyişilir. Və konsultasiya eləyirik. Mən əgər sizin probleminizi öz boynuma götürürəmsə, problemi tam dərindən aradan qaldıracağımızın məsuliyyətlərini bölüşürsə, qiymətlə də razılaşma eləyirik. Söz soruşum, X yazır mənə, hər dəfə dalaşır gedir. Niyə? Nə istədiyimi bilmirdi. Deyir, gülürəm ki, soruşmasınlar məndən heç nə, ağrılarımı gizlədirəm. Aha, bəs nəyə soruşmaq istəyirsiniz? Ailəm var, işim var, amma mən özüm sanki yoxam kimi hiss edirəm özümü. Mən niyə görə özümü görmürəm? Özünü görmürsən çünki başqalarını görürsünüz. Yəni ailəm var, işim, gücüm, hər şeyim var deyərək əslində bir yerdə başqasında gördüyün
ya müqayisə ilə böyümüsünüz, sizi müqayisə ediblər və bu baxımdan da uğurlarınızı kimdənsə rəqabət hissi olaraq döyüşdürürsünüz və yaxud da ki, sübut eləməyə çalışırsınız. Yəni, öz komfortunuzu, öz rahatçılığınızı, öz ruhunuzun ehtiyacını görmürsünüz. Bu baxımdan da qayıdıb özünüzü görməyə başlamalısınız. Deyir, illərlə səbr etdim, indi içim bomboşdur. Səbr tükənəndə nə qalır? Belə niyə qəribə suallar verir? Səbr tükənəndə nə qalır? Mən nə bilim nə qalır? Yəni, istənilən halda səbrin tükənib, sözünü narahat hiss edirsən, niyə görə səbr edirsən? İllərlə niyə səbr eləmirsən? Bilmirəm axı. Deyir, seçim etməkdən çox pis qorxuram, seçimin qarşısında qalmaqdan. Bilmirəm, bəlkə səhv etməkdən qorxuram deyə düşünürəm. Çünki səhv yaşamaq mənim çox pis qorxudur. Səhv yaşamaq, doğru yaşamaq sizə görə nədir? Və o niyə sizi qorxudur? Səhv yaşadığının fərqinə varırsansa, yəni doğru istiqamət yönləndirmək istəyirsənsə, onu dəyişəcəksən. Yəni, əgər səhv etməkdə bir mənfəətin yoxdursa. Bu baxımdan da yəni, qayıdıb şey eləməlisiniz, öz probleminizi müşahidə eləməlisiniz. Hər səhər deyir, pozitiv enerji ilə hər şey yaxşı olacaq deyib günə başlayıram. Effekti olur, doğrudurmu bu? Effekti olursa doğrudur da. Aha. Belə, deyir, daim deyir, yaxşısı olmalıyam deyə düşünürəm. Yaxşı deyir, yetərli olmaq nə vaxt mümkündür? Yetərli olmaq mümkün deyil. Yəni, sən nə qədər mükəmməl ola bilərsən ki? Və o ehtiyac səndə niyə görə varsan, özünə sual verməlisən. Sara salam verib, salam. Deyir, təşəkkürlər. Salam Canan bəy, xoş gördüm. Axşamınız xeyrincəsiz. Salam, sizə xoş gəlmişsiniz. Yaxşıyam, yaxşı olasınız. Deyir, özümü heç vaxt deyir, tam hiss etməmişəm. Tamlıq deyir, nədir və hardan tapılır? Özünü tam hiss etməmişsənsə, tamlıq hardan tapılır? Boşluğu müşahidə edərik. Özünüzdə boş olan tərəfləri müşahidə edin və o boşluq tərəfləri sinəsində uşaqlıqda ailəniz tərəfindən, yəni qarşılanmalı olan, amma qarşılanmamış natamam tərəfinizdir ki, onu müşahidə edərik, o boşluğu doldurmalısınız və o boşluğu doldurandan sonra artıq o içinizdə yetərlilik və tamlıq hissi yaranacaq. Deyir, həyatın başqalarının gözündə çox normal görünür. Normal deyir, olmaq niyə məni xilas etmir? Normal olmaq dediyin şey əslində özünü güclü göstərməyə çalışmaqdır. Axı, yəni olmadığın şeyi göstərmək əlbəttə ki, sənin özünü aldatmağın olacaq. Bu baxımdan da yəni qayıdıb baxmalısan ki, bu duyğu ehtiyac sizdə niyə var? Əsəblərim hədindən artıq pozulub, sanki boğurayat məni. Vallahi mən sənə dəfələrlə müşahidə eləmişəm, yəni ağrım var deyərək oturmaqla nə biləcəksən ki? Xoşbəxtəm, şükür deyincə salam. Salam, xoş gəlmişsiniz. Aha. Deyir, hər kəs məndən yaxşı olmağımı gözləyir. İnsan nə vaxt başqasının ehtiyaclarını qarşılamamalıdır. Elə heç vaxt. Başqalarının ehtiyacını niyə qarşılamalısan ki? Yəni, istənilən halda səndən güclü olmağı istəyən insanlar əslində sənin adından qürurlanmaq istəyirlər. Amma onu niyə görə istəyirlərsə, qayıdıb öz problemlərini özlərindən həll eləsinlər də. Deyir, uğur qazansam da içimdə rahatçılıq yoxdur. İnsan niyə görə özünü belə anormal hiss eləyər axı? Uğur qazananda içindəki rahatçılığın olmamağı, yəni uğurun qarşısında nəyə gözləyirsənsə, onu qayıdıb baxmalısan. Yəni, kimsə olur uğur qazanaraq kimlərinsə təsdiqini, tərifini, alqışını gözləyir və bu baxımdan da sübut ehtiyacı sənin özünü görməməyə mane olur və istənilən halda burada qazandığın uğurun özü belə bir yerdə səmimiyyətsiz olur ki, yəni sən onu öz istəyinlə yox, kimlərəsə acıq həyata keçirtmisən. Salam, Humay, xoş gəlmişsiniz. Xırda bir şeyə dayana bilmirəm, əsəbləşirəm, istəmirəm kimsə yanımda olsun, tək qalmaq istəyirəm. Unutmaq üçün nə edə bilərəm? Unutmaq üçün, unutmaq istədiyiniz duyğudan sağalmalısınız. Deyir, hər kəs məndən irəlidədir kimi hiss edirəm. Həyatda geri qalmaq hissi hardan yaranır?
Hər kəs sənin irəlidədir hissi əslində bir yerdə bir travma var idi, ya da bir case vardı, onu işləmişdik. Demək, uşağın 8 yaşı var idi. Onun özündən harasa 5 yaşında böyük uşaq var idi. 7-8 yaş vardı uşağın. O birisi böyük uşağında bir 13-14 yaşı olmalıdır deyəsən. Əslində harasa bir çox böyükdü o uşaq ondan, prosta yadımdan çıxıb. Prosta case izah eləmək istəyirəm ki, uşaq orada özünü yetərsiz ona görə hiss edirdi ki, o uşaq böyükdür, hər istədiyini eləyir, amma mən balacayım, mənə qadağa qoyurlar evdə. Və bu da valideynlərin ona yüklədiyi qadağa travması idi ki, yəni uşaq elə bilirdi ki, mən böyüyəndə hər şey eləyə bilərəm. Və böyüyəndə də problemin daha da dərinləşdi. Əksinə də əsasında xanım idi, hə. Problemi daha da dərinləşdi. Yəni ona görə də biz o xanımla bugünkü gündə işlədik və qayıdıb baxdıq ki, yəni özündən üstün irəli gördüyü şey əslində valideyninin qadağasıymış. Yəni bu bir yerdə əslində yaşdan məndən böyük deyərək özünü qınayırmış. Necə sağalım olmur axı? Sağalmaq üçün ara müraciət eləmişsiniz ki, olmayıb. Deyir, hisslərimi deyir, başa düşmürlər deyə susuram. Susmaq deyir, nə vaxt özümü tərk etmək olur. Susmaq özünü tərk etmək olmaq əslində özünə xəyanət eləmək də ola bilər, amma sənə başa düşməyən insana görə niyə danışmalısan? Susmaq əslində normaldır. Tehran deyir, salam, çox düşünməkdən necə qurtulmaq olar? Salam Tehran, çox düşünməkdən qurtulmaq üçün səni düşündürən duyğudan sağalmalısan. Sənə hansı duyğuya ilişib qalmısansa, o duyğuda çarəsiz hiss edirsən, sözlü düşüncələri və əks etdirirsə, o duyğudan sağalmalısan. Deyir, hələ ki heç kimə, çünki kiminsə nə dediyindən ömsəmirəm. Yəni o baxımdan da yəni nəticə niyə gözləyirsiniz ki onda? Deyir, hər şey məntiqlə deyir, izah edirəm, bəs deyir, izah olunmayan ağrı hara gedir? İzah olunmayan ağrı vallahi hara gedir deməyə əslində bilmirəm. Konum atmayıb mən, amma istənilən halda bastırılan duyğu hər kəsdə individual olaraq bədən ağrısına çevrilə bilir. Deyir, salam, mən kimlərləsə mübahisə edəndə əsəbləşirəm, ağlamaq gəlir, amma istəmirəm, ağlayım, yenə də doluram. Əslində sizi anlamırlar da, özünüzü yetəri qədər ifadə edə bilmirsiniz deyənə ağlamaq istəyirsiniz və bunu nə vaxtsa yaşamısınız, uşaqlıqda yaşamısınız. Sizi başa düşməyiblər və əsəbinizdən, çarəsizlikdən ağlamısınız. Və bu vərdiş sizdə qaldığına görə uşaqlıq travmasını bugünkü gündə sizdə yaşaya bilirsiniz ki, o duyğudan sağalmalısınız. Yəni ağlamaq istəmirsinizsə. O uşağın kövrəkliyi, yazıqlığı sağalmalıdır. Nə edim bəs belə halda? Nə bilim, deyəcəm gəl mənə müraciət elə, deyəcəksən ki, onu da istəmirəm. Ola demişəm keçən səfər, o da gəlməmişsən elə. Nə deyim başqa, çünki keçən səfər biri soruşur ki, deyir, ölmüşəm o gün mənə, deyir, ev üsulunda, deyir, depressiyanda sağaltma olur. Deyirəm, valla bilmirəm, ev üsulunda necə olur? Gələcəkdən qorxuram, keçmişi də buraxa bilmirəm. Keçmişi buraxandan sonra gələcək qorxular aradan qalxacaq. İndi antidepresan atıb oturmuşam. Aha. Deyir, hər şey deyir, uyğunlaşdım, amma özümə yox. Özümə deyir, istədiyim şəraiti qura bilmirəm. Özünə istədiyin şəraiti qurmaq üçün birincisi özünü sevməyə, özünü dəyərləndirməyə başlamalısan ki, öz komfortunu da özün üçün ön plana çıxardasan. Yəni hər şey uyğunlaşmağı dayandırıb, əslində öz ruhuna uyğunlaşmalısan. Deyir, ölüm qorxusu nədən olur? Ölüm qorxusu çox səbəbdən qaynaqlanır. Yəni istənilən halda uşaqlıqda yüklənmiş bir qorxu olur. Deyir, danışsam yükləyəcəyəm deyə qorxuram. Öz dərdimi insanlardan gizlədirəm. Bunun üçün nə etmək olar? Nə bilim. Yəni istənilən halda danışsan insanları yükləyəcəkdən qorxursansa, demək bir yerdə problemi göz ardı edən valideynlərlə böyümüsən və həmin o valideynlər sənin məsuliyyətini boynuna götürmək istəməyib, boyun qaçırdıb deyənə özünü yük kimi hiss edirsən. Bu baxımdan da yəni əgər özünü yük kimi hiss etməyəcəksənsə, yenidən danışanda bir mütəxəssis yardım alaraq sağala bilərsən. Aha, şir bürcüsüz deyəsən. Xeyr. Deyir, daim istədiklərimi əldə etmişəm, amma bir şey əldə edə bilmirəm.
Bilmirəm niyə. Mən də sənə nə cavab verəcəyimi bilmirəm, çünki o istədiyin şey nədir bilmirəm və sənin nə kimi narahat edir, onu başa düşə bilmirəm. Verdiyiniz sual daha geniş açılışla yazsaydınız, bəlkə cavab verə bilərdim. Bəzən deyir kim olduğumu unuduram, sanki hər şey mənə qəribə gəlir. İnsan deyir niyə görə özünü itirir, sanki bu dünyaya aid deyiləm. Bu dünyaya aid deyiləm hissi əslində bir yerdə olduğun mühitə aid deyilsən hissidir ki, o da ola bilər ki, aid deyilsən. Ətrafında gələn normal insanlar varsa, o baxımdan da heç nə qayıdıb özü, belə deyim də, kim olduğunu anlamalısan. Əslində kim olduğunu bilirsən, sadəcə olaraq ətrafı uyğunlaşa bilmirsən də, kimliyini inkar edirsən, qınayırsan ki, mən niyə görə onlar kimi deyiləm. O baxımdan yəni özünü qınamadan, özünü həmin o mühitdən aldığın travmalardan sağalaraq istədiyin mühitə keçib gedə bilərsən. Deyir, sürətlə yaşayıram. Hər şeyi tez-tez eləyirəm ki, heç nə düşünməyim. İnternetdə oxumuşdum ki, bu təşviş pozuntusudur. Bundan necə qurtulmaq olar? Nədən qaçırsınızsa, nə sizi təşvişləndirirsə, o problemi həll eləyərik. Yəni, qurtula bilərsiniz. Bağışladım, amma unutmadım. Bağışlamaq həmişə azad edirmi? Yox, azad eləmir. Çünki sən özünü bağışlamalısan. Səni incidən insanı yox. Gələcəyim var deyirlər, bəs indini hiss etməyəndə gələcək nə işə yarayır? İndini hiss etməyəndə gələcək nə işə yarayır? Bugünkü günüvə görə də ayda mən ağılsız olmuşam, amma vaxtımın qədrini bilməmişəm deyir, özünü qınamağa. Qınamaq üçün işə yarayır. O baxımdan yəni indini hiss eləməyə başlamalısınız. Aha. Suallar yoxdur başqa. Aha. Deyir, hər şeyə alışdım deyirəm. İnsan deyir, nəyə alışanda artıq nə? Hiss etmir. Niyə belə robot kimi yazırsınız? Yəni hər şeyə alışdım deyirsinizsə, problemi yazırsınız, amma nə problemdir onu yazmırsınız. Yəni ki, sanki tapmaca sual verirsiniz kimi hiss edirəm özümü. Aha, deyir, hər kəs məndən məsləhət alır. Mənə ağıllı kimi dəyərləndirir, amma mən öz məsləhətimlə irəli gedə bilmirəm. Sizcə niyə görə özümə verəcəyim bir cavab yoxdur? Əslində özünə verməyə qorxduğun cavabı başqasına verərək özünü rahatladırsan. Və bu baxımdan da yəni özünü etiraf etməkdən qorxursunuz əslində. Yəni özünə də bir cavabın var və başqalarına o cavabı verərək özünü sakitləşdirməyə çalışırsan. Əslində bəlkə də o cavabı eşitmək istəyirsən. Məsələn, işə girmək istəyirəm, hər gün olacaq deyib, inanıb çabalasam həqiqətən olacaqmı? İşə girmək istəyirsinizsə, girin də, yəni nə olmağını gözləyirsiniz ki? Onu tam başa düşmədim. Salam Nilay xanım, xoş gəlmisiniz. Daxilimdə sanki nəyisə çatmır deyə bir hiss var, boşluq var. Bu boşluğu nə ilə doldurmaq olar? Həmin o boşluğu, nəyin boşluğunu olduğunu anlayaraq, nəyin boşluqda olduğunu anlayıb o problemi həll edəndən sonra boşluq da dolub gedəcək. Yəni bu baxımdan, yəni problemimizi müşahidə etmək lazımdır. Hər şeyə çox zarafata salıram, çox gülürəm, hırıldayıram, amma bir tərəfdən də içimdə sanki ağrı var, insanlara nifrət eləyirəm. Əslində zarafata salmaq, gülmək, yəni hər şey hırıldamaq dediyin şey bir yerdə həmin o içindəki aqressiyanı bildirə bilmədiyinə görədir, bildirməkdən qorxduğuna görədir. Bu baxımdan da yəni qayıdıb baxmalısan, sən öz fikir azadlığın niyə yoxdur, nədən qorxursan ki? Ən azından insanlara həddini bildirməkdən belə qorxursan və sənə qarşı olan hədsizliyi zarafata çevirirsən, amma daxilində yəni şey qalır, ağrı qalır. Deyir, istədiyim iş üçün çabalayıram, nə də olsa xəyallarımı qurmaq istəyirəm. Amma mən də sənə uğurlar diləyirəm. Salam psixoloqlarca, anlamadım. Deyir, duyğularım çoxdur, sözüm az. Özümü ifadə edə bilmirəm heç bir şeyi. Duyğularımdan qaçıram sanki, hər gün içki içirəm. Problemi amma həll edə bilmirəm. Yəni, duyğularımı hiss etməmək üçün əslində, yəni şey deyirsiniz də, belə deyim də, içki içirsiniz, duyğudan qaçırsınız və içki içmənin nəsə ruh ağrınızı sakitləşdirməyə çalışırsınız ki, qayıdıb o ruh ağrınıza baxmaq lazımdır, sizi nə ağrıdır.
Ay internet getdi, eşitmədim. Nə deyə bilərsən də? Nə dedim ki mən bayaq? Ne yazmışdın ki ben? Hə, istədiyim iş üçün deyir, çabalayıram, nə də olsa xəyallarımı qurmaq istəyirəm. Yəni çabalamaq əslində, yəni nə iş qurmaq istəyirsən, nə etmək istəyirsən bilmirəm. Sənə sadəcə uğurlar diləyirəm, amma digər tərəfdən səni burada nə narahat edir, onu anlamıram axı. Psixoloqların bəzi cadını qəbul etmirlər, sizcə bu doğrudur? Nə, mən psixoloqlardan soruşunda mən psixoloq deyiləm. Deyir, hamı üçün deyir, əldən ayaqdan getdim. Amma özüm üçün deyir, heç eləyə bilməmişəm. Özümü çox qınayıram buna görə. Özünüzü qınamağı dayandırıb bu dəfə də özünüzə yəni xidmət eləməyə, özünüzün istəklərinizi reallaşdırmağa başlaya bilərsiniz. Çünki yəni özünü qınadıqca dahi da özünü həmin o duyğunun içərisində o qara deliyə sürükləyirsən. Qara quyuya. Qızımın 7 yaşı var, öz ailəmi var, çox zaman tək özü oynaya, neyləsə məşğul ola bilir. Aha. Orada problem nədir ki? Uşaq özünə vaxt keçirtməyə bacarır da. Deyirlər, özündən başqa heç kimi istəmir, amma mənim xoşuma gəlir. Əslində qızınız tam sağlamdır, yəni özündən başqa heç kimi istəmir şeyi orada yanlışdır. Əksinə uşaqlar böyük insan da olursa olsun, kim olursa olsun, negativ insanı daha tez sezgiləyə bilirlər. Böyük insana daha çox müqayisədə. Bu baxımdan yəni sevmədiyi insanları sevmirsə, demək sevməyə layiq deyil. Bu baxımdan da yəni uşağınız sizi sevirsə, demək uşağın içində daxilində sevgi var ki, sevgini verə bilir, güzgüləyə bilir. Demək digər o insanların daxilində güzgüləməli olduğu bir sevgi olmadığına görə onlara sevgi göstərmir. Şəmsi deyir, salam, məndə depressiya var və sualınız nədir? Şəmsi. Aha. Hamını başa düşürəm, amma məni bəs kim başa düşəcək? Sən də özün başa düşəcəksən, özün başa düşməlisən və bir yerdə özündə nəyə başa düşə bilmirsənsə, onu molekulları xırdalayaraq müşahidə eləməlisiniz ki, yəni əslində hamını başa düşərək bir yerdə qarşılığında sən də başa düşmələrini gözləyirsən. Yəni ona görə nə eləməyin elə, sadəcə özünüzdən başlayın. Çünki sən başqalarına başa düşməyə çalışdıqca heç vaxt irəli gedə bilməyəcəksən. Əksinə özündə olan ağrının başqasında da olduğunu görərək şükür eləyib oturacaqsan boş-boş yerində ki, hə, filan kəsdə də bu belə imiş. Amma doğru deyil, axı yanlışdır da. Nərmin Ələkbər deyir, salam. Hər işim tərs gedir və mən də özümü çox şanssız hiss eləyərək depressiyadan çıxa bilmirəm. Problem düşüncəmdədir. Əslində hər işin tərs getməyə bir çox səbəblərdən qaynaqlana bilər ki, problem düşüncəndə yox, duyğularında da hansısa bir duyğularım var ki, işlərimə mane olur. Bu baxımdan da duyğularınızı müşahidə edərək onları aradan qaldırmalısınız. Müalicəsi var. Bəli, var. Bəli, misal məni dinləyir, amma çox zaman öz bildiyini eləyir. Bu məni narahat etmir. Sevirəm öz bildiyini etməyini. Çox sağlamdır əslində. Yəni özgüvənli uşaq yetişdirirsiniz və bunu digər insanların qıcıqlanmasının səbəbi öz uşaqlıq travmalarını xatırlamaqları və onlardan sağalmamaqlarıdır. Salam, necəsiz? Salam, yaxşıyam, siz necəsiz? Aha. Dərman alım, bilmirəm. Dərman almaq istəyirsinizsə, yəni gedin alın da, o məndən niyə soruşursunuz ki? Mən dərman terapiyası eləmirəm axı. Nənəsi deyir, səndən başqa heç kimin dinlənmir. Əslində nənəsini qıcıqlandıran odur da elə. Yəni əlbəttə ki, uşaq anasını dinləməlidir. Amma ki, yəni sağlam anadan gedir söhbət ki, düşünürəm ki, siz zaten bunu dəstəkləyirsinizsə sağlamsınız. Yəni sağlam yanaşırsınız vəziyyətə. Şükür, yaxşı olasınız. Siz də. Amma mən fikir verirəm ki, mənə hörmət edir, amma öz ağlı ilə doğru hərəkət eləyir. Super, əslində orada alqışlanılacaq bir məqamdır ki, problem yoxdur orada, çox superdir. Əksinə mən indiki dövrdə belə sizin kimi valideynlərə yanaşmağını görəndə və uşaqlara özgüvənli görəndə mənə də bir sağlam bir ruh halı gəlir. Nəsə xoş gəlir mənə də. Bir seansla keçir, bəli keçir. Nə yaxşı şükür düz addımlayırıq. Nəsə sizin də fikirlərinizi gördüm, yanaşmalarınızı gördüm, mənə nəsə motivasiya verdiniz, xoşuma gəldi. Niyə görə? Çünki o qədər peşədə, işdə valideynlərin o qədər yanlış şeylərini görürəm ki, bir yerdə mənə də sıxıcı gəlir. Behbudova deyir, salam. Salam.
Deyir, Ali bəy yoxdur bugün. Yoxdur. Salam, xoş gəlmişsiniz hər biriniz. 6 seans getdim, xeyri olmadı. Hara getdiniz ki? Aha. Ruh yolcusu deyir, aleyküm salam. Aleyküm salam, xoş gəlmişsiniz siz də. Deyir, panik atak kimi olurdum, bir ayda müalicə alıram, nevroloq yazıb. Aha, bəs sualınız nədir? Panik atak kimi olmaq əslində belə aşağı yuxarı ilə eyni səbəbdir ki, sizi narahat edən, panikləndirən duyğu var ki, ondan sağalmalısınız. Deyir, hələ gəncəm, amma yorğunam. Yorğunçuluğumun adını nə qoya bilərik? Yorğunçuluğun adını nə bilim çox şey qoya bilərik. Sən müşahidə edəndən sonra ad qoydu eləyə bilərəm, amma ki, digər tərəfdən dəqiq nəsə deyə bilərəm. Tükənmişlik də bir yerdə. Özünüzə bəlkə də xəyanət edirsiniz. Təzəllikcə yenə olur, ürəyim sıxılır hədsiz. Əslində, yəni o aldığın müalicə, nevroloji müalicə, dərman müalicəsini xeyir eləməməyi normaldır, çünki təəccübləndirmir məni o. Çünki ağrını dondurursan, ağrını yaradan səbəbi aradan qaldırmırsan. Bu baxımdan da yəni doğru terapiyanı alsa sağala bilərsiniz. Bir bəy var, münasibətə ad qoymur, amma mənə qarışır, nəzarət edir, uzaq duranda söz atır, ona nə deməli? Qayıdıb baxmalısan ki, sən niyə görə onun səni idarə eləməyinə icazə verirsən? Onun səni idarə eləməyindən xoş gəlməsə də münasibətə ad qoymamağı səni narahat edir. Əksinə bir yerdə onun səni idarə etməyi sənə xoş gəlir əslində. Sadəcə olaraq münasibətə ad qoymadığına görə qıcıqlanırsan ki, bu niyə ad qoymur? Hamının dərdinə dərman oldunuz məndən başqa. Siz də gəlin, sizə də dərman nə deyim? Aha. Deyir. Depresiyadan tam qurtulmaq olmur. Olur. Niyə olmasın ki? Deyir, nə etməliyəm? Sağalmalısınız. Çox sağ olun, ətrafda da səhv nəsə edirmişik kimi davranmaları doğru etdiyimi bilirəm, amma sizin işin peşkarsınız deyə soruşub cavab almaq istədim. Super elədiniz, təbrik edirəm mən də sizə, əslində doğru yoldasınız. Yəni, ətrafa fikir verməyin. Yəni, istənən halda o qədər çox görürük ki, uşağı bu vaxt əmizdirməzlər, uşağı bu vaxt beləməzlər deyirlər, amma istənən halda valideyn əslində öz duyğusu olaraq uşağı nə istəyib, nə istəmədiyini rahatlıqla, instinktiv şəkildə hiss edə bilir. Yəni, valideyn övlad bağı deyirlər ona da və bu baxımdan o bağın üstündə atlanıb düşənləri ancaq sadəcə o ipin kənarına çəkmək lazımdır. Əvvəl başqa dərmanlar yazmışdı, indi başqa dərmanlar istifadə edirəm. Nə bilim, nə deyim mənsə. Çünki mən dərman qəbul edənləri əslində qəbul eləmirəm. Çünki mən birbaşa olaraq duyğularla işləyirəm və dərman qəbul edən insanları duyğularını piyan kişi kimidir, yəni sərxoş bir insan kimidir, o duyğularını dondurur. Və mən duyğularla işlədiyimə görə tam orada sizə nə cür kömək edə biləcəyimi bilmirəm. Amma ki, istənilən halda konsultasiyada müşahidə apara bilərik. Sənin iş yerin hardadır? Sizin yazmaq istəmişdiniz yəqin ki, iş yeri Mingəçevir şəhərində yerləşir. Bir bəy var, onu oxudum. Aha. Salam qardaş, mənim istədiyim qız ərə gedəndən sonra özümə qapanmışam, nə edim? Aha. Onu niyə qəbullanmırsınız? Sən əgər doğrudan da o qızı istəyirdinizsə, niyə görə onunla münasibətdə irəlilemirdin və yaxud da səni narahat eləyən nədir, mən bilmirəm axı. Müşahidə aparmaq lazımdır. Çünki bu vəziyyətlərdə çoxsu olur ki, nifrət edir, niyə görə evləndik, kimisi olur, nə bilim, en qədər duyğu saya bilərəm burada. Yaşamaq mənasız gəlir. Aha. Özümə qapanmışam, aha onu cavabladım. Aha, başqa qızlar danışır, necə belə bir münasibət istəyə bilərəm ki, açıq şəkildə onunla danışım. Aha. Necə bir münasibət istəyə bilərəm ki, deyəndə ki, siz niyə görə o insana yapışıb qalmışsınız ki, ona qayıdıb baxmalısan. Yəni, bir yerdə demək bu insan fikrində sabit bir insan deyil və özü də tam nə istədiyini anlamır. Sizə niyə o cür məqsədsiz bir insan maraqlı gəlir ki?
Deyir, bəzən elə hiss gəlir, mənə onda elə bilirəm tam sağalmışam, amma sabah yenə əvvələ qayıdıram. Əslində tam sağalmışam hissinin gəlməyinin səbəbi narahat olan duyğularımın yatışmasıdır. Amma sabahsı gündən həmin o duyğular təzədən tətiklənməyə başladığına görə, yəni əvvələ qayıtmaq kimi hiss etdiyiniz duyğu odur ki, yəni duyğudan sadəcə sağalandan sonra artıq o sabahları əvvəlki vəziyyətinizə qayıtmayacaqsınız. Antidepresanlar belə edir, ya mən beləyəm, bilmirəm. Valla antidepresanlar haqqında çox mənfi şeylər var yenə. Yəni normaldır. Yəni keçən səfərlərdə bir qız deyir ki, dad bilməyə qabiliyyətimi itirmişdim. Hər kəsə fərqli təsir edirəm, amma ki, xeyrini də görməmişəm indiyənə qədər. Özünə qapanma nə eləyim? Özünə qapanmısansa demək bir yerdə özündə olan narahatçılıqların var ki və insan içərisindən çıxmaq ona görə istəmirsən. Depressiya yaşayırsan da depressiyadan sağalmalısan. O qız mənə söz vermişdi, sonra getdi ərə. Demək sizi aldadım da, xəyanətə uğramışsınız və güvəninizi sarsıb. Güvənsizlikdən sağalmalısınız, güvənsizliyi yaşadığınıza həzm eləməlisiniz. Mən ürəyimi ona bağladım. Dərs zamanı söz atır, mən məsafə qoyuram. Kim? Sualın əvvəlini görmədim mən desin. Deyir, evli bəy xanımı sevə bilər. Evli bəy evli xanımı sevə bilər. Yox, sevgi deyil o. İstənilən halda həmin o evli bəylə evli xanımın özü də, evli bəyin özü ya məcbur evləndirilib, ya da bir yerdə istənilən halda ona görə öz istədiyi şey eləmək istəyir. Onun üçün sağlam sevgi qadağan olunmuş da ola bilər. Ya da digər tərəfdən bir də bir şey var ki, yəni həmin o kişilər xəyanəti ona görə eləyir ki, bir yerdə tam sevildiklərindən əmin olmaq istəyirlər. Yəni öz duyğuları yanaşmasına hər kəsdə fərqli ola bilər. Yəni qəti tam doğru olaraq budur demək də olmaz. O qız, bunu oxumuşam. Dərs zamanı, bunu da oxudum. O isə məni aldatdı. Onun səni aldatmağına da icazə verən, ona da inanmağı seçən sən olmusan. Buna görə də özünü qınamağı geridə buraxıb özünü bağışlamalısan. Seans neçəyədir? Bir də ünvan aradı. Ünvan Mingəçevir şəhəridir. Seansın qiymətindəki stabil deyil. Yəni problemi tam dərindən konsultasiyada müşahidə edirəm və ondan sonra probleminizi sağaltmaq üçün əgər boynuma götürürəmsə, mənim seansda keçirdəcəyim məsuliyyətlərə əgər riayət edəcəksinizsə, seanslar barədə razılaşma edilir. Bayaq dediyim oğlan qeyri-sabit olan bəy. Başa düşdüm, yəni istənilən halda siz universitetdə oxuyursunuz ki, dərsdədir ona görə. O insana niyə görə məna yüklürsənsə, qayıdıb ona baxmalısan da. O bir söz var, deyir, qızlar niyə görə pis oğlanlara aşıq olur, o söhbətdir sizə də. Xoş yayınlar, təşəkkürlər. Nə deyim ki, o mənim ürəyimdən, ağlımdan çıxsın, mən çökürüm. Ola bilmirəm, mən dua yazmıram, falç da deyiləm, yəni nə demək lazım olduğunu bilmirəm, amma istənilən halda, yəni o duyğuya görə, inandığına görə özünü bağışlayıb özündən üzr istəməlisən və bunun üstündə bir peşəkar yardım almalısınız. Kişiləri başa düşdük, bəs evli xanımlar niyə xəyanət edir? Hər kəsin probleminə görə fərqlidir, yəni istənilən halda, yəni bir yerdə özlərini aldatdıqları məqamda olur. O baxımdan, yəni hər kəsin uşaqlıqda aldığı problem fərqlidir, situasiya fərqlidir, yəni hər kəsdə bu olacaq deyə bir səbəb yoxdur. Kimisində olur acığı eləyir, kimisində olur ki, məcbur evləndirilib, yəni atasının acığını eləyir, anasının acığını eləyir. Yəni en qədər səbəb saymaq olar orada, yəni bir kişi iki qadını sevə bilər, bəs yox. İkisindən birini doğru sevmir, özünü aldadır. Heç o sağlam sevgi deyil. Məndə təşviş pozuntusu plus depressiya dedi. Əslində depressiya plus təşviş pozuntusudur. Çünki depressiya yaşadığın duyğunun təzədən təkrarlanmasından qorxursan deyə təşvişlənirsən. Mən ruhən çökürəm, nə edim ağlımdan çıxsın. Dedim, yəni sağalmalısınız. Ruhən çökmüşlüyü sağaltmaq lazımdır. Sevgi görməmişəm, onun ilgisi xoşuma gəlirdi. Demək, onun sizə qarşı olan sevgi göstərməyə, bir də uşaqlığınızda görmədiyiniz duyğu olduğuna görə qayıdıb uşaqlığınızı sağaltmalısınız. Hər şey uşaqlığa qayıdır. Əlbəttə ki, yəni istənilən halda mən bugünkü gündə bu boyda oturmuşamsa canlının qabağına, demək mən də uşaq olub böyümüşəm də. Ona görə də yəni hər şey keçmişdən gəlir.
Nə ediyorsa da kimsə soruşur. Niyə görə deyirsiniz hər şey keçmişə bağlayırsınız? Yəni əlbəttə keçmişdən sən bugünkü günə qədər gəlib çıxırsan da. Onda mən sevgiyə bundan sonra inanmayacağam. Bilmirəm, yəni neqativ düşünürsənsə mən səni neqativ düşünməyi dəstəkləyəcək deyiləm. Yəni istənilən halda sağalmaq istəyirsənsə mən aradan qaldıra bilərəm. İstəmirsənsə mən sənə nə deyim burada? Mən sənə nə deyirəm, sən deyirsən sevgiyə inanmayacağam. Mən özün bilərsən. Nə deyim? Səbrim çatmır biraz da. Problemi mən sənə izah edirəm. Eyni şeyi təzə niyə uzadırsan ki? Nə? İşi var qardaş. Özünü sev, özünə dəyər ver. Öz səs və o sevsə getməz insanların dalacaqlı. Görsə digər xanım doğru başa düşüb, siz elə mən izah elədiyimi başa düşməmisiniz. Deyir, necə edim? Buyurub müraciət edə bilərsiniz, konsultasiya edə bilərik sizdən. Sonra baxmaq olar, görək, yəni sizdəki səbəb uşaqlıqda hansı duyğulardan gəlibsə, aradan qaldırmaq olar. Sevgi deyilsə şirin dildə aldanmaqdır. Şirin dildə aldanmaq əslində sevgisizlikdə bir yerdə sevgisiz böyüyüb, amma həmin o şeyə ehtiyacı var. Yəni ki, acsan, ac olan insan dönərxananın qabağından keçəndən sonra dönərin iyi onu tutur. Mən əgər ac deyiləmsə dönərin iyi mənə heç vaxt tutmaz. Sevgi deyin, online olur. Bəli, olur. Çox sağ olun. Dəyməz. Düzdür, amma mənə ümid verib mənə aldatmalı deyildi. Mənəviyyatı güclü insanam. Mənəviyyatı güclü insan olsan, sən buradakı bu problemi problem kimi görməzdin. Yəni rahatlıqla problemi qəbul edərək özünü sağaldardın. Yəni şərt o deyil mənim yanıma gələsən. Yəni problem odur ki, problemi var aradan qaldırmaq üçün qayıdıb bir mütəxəssisə yaxınlaşmalısın. Qiymət neçədir? Qiymətə şəxsdə məlumat verilir. Seanslar barədə qiymət əgər soruşursunuzsa, seanslarımızda xüsusi endirimlər keçirilir bu aralar. Konsultasiya sonunda qiymətlə razılaşma edilir. Siz psixodinamika ya CBT terapiyası edirsiniz? Xeyr, CBT eləmirəm. Kognitiv, amma bəzən hipnoterapiya ilə, bəzən kognitiv terapiyanı birləşdirdiyim anlar olur. Yəni, kognitiv yanaşma tərzi ilə. Deyir, işimi başa düşürəm, həssas insansa mən də elə idim, amma indi yalnız özümü seçmişəm yaşamaq. Super. Bağlandım, incindim, yenə bağlandım. İnsan niyə eyni yerindən yaralanır? Bağlandın, incidin, təzən yeni niyə bağlandın sualının cavabını özünə verməklə əslində başa düşə bilərsən problemləri. Yəni, ağrıdığını görə ağrını niyə görə yaşamaq istəyirsənsə, qayıdıb buna baxmalısın. Deyir, yəni şüuraltı ilə işləyirsiniz. Bəli. Amma sevgiyə inamım qalmayacaq bundan sonra. Sağalsan qalacaq. Sadəcə olaraq sən ağrınla, travmanla fəxr eləməyə dayandırmasan, elə dediyin kimi olacaqsan. Bu dəqiqə sən travmanla fəxr eləyirsən. Yaşamaq lazımdır, çalışmaq kimsə üçün düşünmək yalnız belənci xəstə eləyə bilər, başqa heç nə. Əlbəttə ki, düz yanaşırsınız siz. Yəni, nə qədər oturub şey eləyə bilərsən ki, insanı ən əzizi öləndən sonra belə sən yaşamağa bacarırsan. Söhbət ondan gedir. Aha. Deyir, sakit görünürəm, amma sakitçilik həmişə deyir, rahatlıqdırmı insanda? Bilmirəm, əslində rahatçılıq ola da bilər, olmaya da bilər. İndi sakitəm mən, amma rahatam. Siz necəsiniz, bilmirəm axı. Adamlar var ki, problemlərini bildirə bilmirlər də, sakit görünməyə seçirlər, özlərini güclü göstərməyə çalışırlar. Yəni, əsasən problemini bildirə bilməməkdən gedir söhbət. Susturulublar deyə sakit qalırlar. Ən xırda şeylərə o qədər düşünürdüm ki, filan kəsə belə oldu, filan kəsə də oldu, ondan sonra belə oldu. Əslində, yəni düşünməyə dayandırmalısan da və səni düşündürən duyğuya qayıdıb baxmalısan ki, sən nə ilişdirir, nə ilişib qalmısan. Aha.
Deyir həyatım normal gedir deyirlər. Normal olan şey niyə məni sevindirmir? Kim deyir onu? Həyatın normal gedir deyirlər. Səni qıraqdan niyə müşahidə edirlər və sən də ona inanırsan ki? Sən özünü aldadırsan demək bir yerdə. Yəni belə deyək də. Sənin özün bir yerdə sənə görə nəsə normal deyilsə, bunu cəmaatın haqlı çıxartmaq kimi niyə görə özünü normal göstərməyə çalışırsan ki? Niyə özün insanlara özünü sübut etməyə çalışırsan? Deyirsən neçə yaşınız var qardaş? Mənim yaşım neyinirsən? Mənim yaşım mövzuya nə dəxlisi var? Attım bloka narahat olmayın. Bayraqları göndərəni. Aha. Deyir, hisslərimi izah edəndə deyir, kiçilir kimi olur. Özümü deyir, izah etməyi məni niyə görə yorur? Baxır kimi izah edirsən də, yəni səni dinləyən insana görə səni alçaldırsa, demək bir yerdə özünü kiçilmiş kimi hiss edə bilərsən və yaxud da ki, sən öz probleminə görə özünü qınayırsansa, heç qarşı tərəf səni qınamasa belə özünü problemi küçümsüyürsən. O qədər insanlar var ki, ən əsasında ki, ən təcavüz travmasına daha çox olur ki, onu etiraf edə bilmirlər. Amma halbuki orada özlərini qınayırlar demək, problemləri odur ki, özlərini qınayırlar, deyə bilirlər ki, qarşı tərəf də onlara o cür yanaşır. Bildim, mənim 25 yaşa keçməmişim, 2 kilo qızı istədim. Özümü çox tez itirirəm. İnsan özünü nə vaxt möhkəm hiss edir. İnsan özünü o vaxt möhkəm hiss edir ki, özünü itirdiyi an hansı andır, hansı an hazırlıqsızdırsa, hansı anda doğru reaksiya verməyi bacarmırsa, onu təyin eləməlidir, müəyyənləşdirməlidir. Nə deyir? Hayır, cəmaat ölənini unudur. Niyə yapışmırsınız o qızdan? Xanım, niyə görə o qardaşdan siz ilişib qalmışsınız? Ya da bunu unutmaq istəmir də. Bayaqdan mən qaqaşa deyirəm ki, problemi belə unuda bilərsən. Bildiyin oğlan travmasından fəxr edir. Özünüzü siz niyə yorursunuz ki? Cidden bəzən mənim səbrim çatmır insanlarla ünsiyyətdə olmağa. Çünki o qədər olur ki, canlı efirdə belə, yəni neçə ayların eyni problemi mənə yazan insanlar var ki, onlara nə cavab verəcəyimi açıq bilmirəm. Eyni şeyi təkrarlayırlar və axırda deyir, zorla axırda axtaracam evini ki, haradasa gedim olsa altın. Deyir, qəlbim bağlandı ona. Qəlbim bağlıdır ona. Gör özünə necə dəyər vermirsən ki, sən hələ də aldıdan insanı qəlbini bağlamısandan gedir söhbət. Çünki sən doğrudan da o insanı sevsəydin, başqası ilə də xoşbəxt olmağını qəbullanardın. Aha. Gələcək üçün narahatam. Narahatlıq planlanmadan nə ilə fərqlənir? Narahatlıq planlanmadan nə ilə fərqlənir? Planlamanı sən planlayırsan, narahatlıq ani gəlir. Yəni narahatçılığı özün üçün planlamırsan ki, mən falan saatda narahat olmalıyam. Avtomatda gəlir, amma avtomatda gəldiyi səbəbdə baxmalısan ki, şüuraltı reaksiyada avtomatda gəlirsə və onu aradan qaldırmalısan. Aha. Bəzi insanlar məsəl üçün şey deyirlər, narahatçılıqlarını aradan qaldırmaq üçün özlərini şey deyirlər, çox yüklənməyə çalışırlar ki, özümüzü narahat edəndən sonra narahatçılığımızı idarə edəcək kimi yanaşmalar deyirlər. Sağ olun, xoş yayınlar. Siz də sağ olun. Səhər dururam, gün başlayır, axşam bitir. Həyat nə vaxt sadəcə keçmək oldu. Vallahi mən də gözümü açanan hər dəfə səhər olur, axşam olur. Amma ki, bu səni niyə narahat edir? Ona görə qayıdıb baxmalısan ki, səhərin axşamın olmağında özünün narahat olmağının səbəbin demək bir yerdə özün üçün istədiyin həyatı yaşaya bilmirsən. Deyənə vaxta tökürsən aqressiyalı ki, vaxt keçdi, mən yenə dəyişdirə bilmədim. Elə də niyə oturub qalmısan ki?
İşdə güclüyəm, evdə səssiz, güclüyə görə hər yerdə danışmır. Nə sual deyə, robot kimi sual vermişsiniz. Güc niyə hər yerdə daşınmır, danışmır. Deyir, dözə gəldim bura. Dözümlülük deyir, insanın deyir, çox pis paraladığını bilirəm. Özümü itirmişəm kimi hiss edirəm. Sizə nə edə bilərəm? Dözə gəldim bura deyirsiniz. Nəyə görə dözmüsünüz? Dözməyə niyə məcbur hiss edirsiniz özünüzü? Və ona görə qayıdıb bu baxımdan dözdüyün şeydəki nəticəyə baxmalısın. Nə əldə eləmisən? Sevəndə çox verirəm, sonra tükənirəm. Sərhəd sevginin düşmənidir. Yox, düşməni deyil. Əslində o sevgi sağlam sevgidir. Yəni mən sevgimi qarşı tərəfə verirəmsə, yəni mən tükənməli deyiləm, sağlam sevgidirsə. Ancaq sən özün onun qarşılığını almırsan deyənə tükənirsən. O baxımdan da yəni problem sizdədir. Sevgi sizdə sağlam deyil, şərtlidir. Pis vərdişi müalicəsi satmaq olar? Yox, olmaz. Gələcəkdən deyir, qorxuram. Bilirəm ki, nəsə olacaq. Nə olacaq? Nə olacağından qorxursunuz? Hər addımımı ölçüb biçirəm, amma yenə də deyir, səhv etmiş kimi hiss edirəm. Özümə də şübhə edirəm. Səhv etmək qorxusudur insanı necə buraxır? Səhv etmək qorxusu insanı buraxmır. İnsan onu özü buraxmaq istəyirsə, aradan qaldıra bilər. Səhv etməyin qorxulu bir şey olmadığını şüuraltısına izah eləyərək və yaxud da sən səhv eləmirsən deyərək səni kim günahlandırıb, cəzalandırıbsa, travma yüklüysə, o travmadan sağalmalısan. Yəni mükəmməliyyətçilik də bir aşağı yuxarı bir yerdir. Aha. Daim başqalarını sevindirirəm, amma özüm üçün deyir, heç nə qalmayıb. İnsan başqalarını sevindirəndə özünü niyə rahat hiss eləmir tam? Çünki başqalarını sevindirmək, əslində özünü sevindirməyə ehtiyacın var, amma bir yerdə öz yarada sığal çəkmək istəyirsən. Və bu baxımdan da, yəni o da söhbət də ondan gedir ki, əsasən Azərbaycan valideynlərində belə bir psixologiya var ki, mən sevmirəm onu. Uşaqlığında özü yaşaya bilmədiyi uşaqlığın tamam sağlam formasını öz uşağına tətbiq eləməyə çalışır, o travmadan sağalmadan. Və qayıdıb bir yerdən sonra uşağında bəyənmədiyi bir şey görəndə uşağının başına qalxır ki, mənim vaxtımda bu yox idi, mən bunu görməmişəm, sən qudurmusan deyir. Amma ki, sənin vaxtında olan uşağın görməyə məcbur deyil və yaxud da ki, demək sən öz uşağına qarşı etdiyin yaxşılıqda səmimi deyildin. Sadəcə öz uşaqlığı və öz ağrıları sığal çəkməyə çalışırsan. Və bu baxımdan da yəni sığallayıb otuzdurmaq yerində problemi ayağa qaldırıb, problemi üzə çıxardıb həll eləmək lazımdır. Neysə, canlı efirə bağlayaq da, bir günlük bəsti görəm suallarımız da yoxdur. Hələlik. Deyir, əvvəl bir psixoloqa məndə qaçınqan bağlılıq olduğunu deyirdi, ətraflı danışa bilərsiniz qadına. İndi bağlamalıyım canına. Qaçınqan bağlamaya aid bir videomuz olmalı səhifədə. Hələlik.